Dikkat ekrana başladı indi. Show business'e farklı bakış var. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Magazin Plus verilişində hər birinizi xoş gördük. Mədəniyyət dünyasında, show biznes camiasında nələrin baş verdiyini bilmək istəyirsinizsə, ekrana yaxın əyləşin. Magazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə başladı. İlk öncə anonslarımız. Verilişin sponsoru Tural Avtoservis 023. Magazin Plus'ta bu dəfə Pərvin Lətifov yetişdirdiyi istedadlı tələbələri ilə birlikdə Hesabat konserti verdi. Böyük səhnələrə vərdiş eləsinlər, eyni zamanda sosiallaşma olsun. Məclislərin ulduz tamadası Natiq Dağlaroğlu'nun oğlu üçün çaldırdığı vağzalı necə yadda qaldı? Qızların toyuna bu həyəcanlı olmamışam. Pişiyinə elçi gedən, nəvəsini övladlığa götürən, zavodda fəhlə işləyən hər kəsin tanıdığı məşhur aktrisa kimdir? Tural Ustanın etirafları sizi mat qoyacaq. 1500 manata qədər ziyandayım. Bütün bu sualların cavabı birazdan Magazin Plus'ta. Tural Avtoservis 023 15 ildən çoxdur ki, sizin xidmətinizdədir. Tural Avtoservis 023-ün xidmətlərini sizə təqdim edirik. Avtomobillərin diaqnostika olunması, alqı-satqı zamanı ümumi KT olunması, mühərriklərin yığılması, sürətlər qutusunun təmiri, elektrik işləri, kondisionerə qaz və yağ vurulması, injektorların yuyulması, silindirlərin yoxlanılması, əyləc dirklərinin yoxlanılması və yonulması, alışma şamlarının yoxlanılması, beyin blok təmiri və proqramlaşdırılması. Bəstəkar, sevilən müğənnimiz Pərvin Lətifov yekun konserti ilə tamaşaçıları, sevənlərini ətrafına topladı. Əlbəttə ki, konsert proqramında əməkdar artistləri, xalq artistləri də iştirak etdilər. Konsertdən ən maraqlı görüntülər Magazin Plus'da. Azəristar yarışması ilə tanınan Belkanto İnci Sənət Məktəbinin silsilə tədbirlərindən biridir. İldə 2 dəfə olur və burada xüsusi komissiya qarşısında imtahan verən uşaqlar bu konsertə çıxmaq şansı qazanırlar. İstəyirik böyük səhnələrə vərdiş eləsinlər, eyni zamanda sosiallaşma olsun bir balaca, həm də bunların gələcək üçün həyəcanlarını dəf eləyə bilsinlər. Çalışdığımız qədər istəyirik ki, daha geniş miqyaslı bu tədbirləri keçirdək. Konsertdə Azərbaycan musiqisinin tanınmış simaları Mənsum İbrahimov və Təyyar Bayramov da iştirak edərək tədbirə xüsusi rəng qatıb. Bizim uşaqlarımız təkcə musiqidə deyil, hər sahədə istedadlıdırlar. Bayaqdan o izləyirəm, tamaşa edirik o balaca uşaqların əl işlərinə, onların çəkdiyi mənzərələrə. Həqiqətən hamısı bir-birindən gözəl və çünki bunlarla peşəkar müəllimlər işləyirlər. Ona görə, yəni bu Belkanto məktəbi, həqiqətən mən bu məktəbi yaxından tanıyıram. Çünki rəhbərini tanıyıram, Pərvin müəllimi. Pərvin mənim deməli ASF-Senalda yetirməm olub. Pərvin özü əvvəl muğamla başlayıb, xanəndəliklə başlayıb. Amma sonra təbii ki öz janrını seçdi və bu gün həm bir professional ifaçıdır və həm də təhsilimizlə bağlı özəl bir musiqi məktəbi yaradıb ki, mən sizə deyim ki, çox göstəricilər, çox yüksək səviyyədə. Mən çünki izləyirəm, bu hesabat konsertlərində iştirak edirəm və orada çalışan peşəkar müəllimləri tanıyıram ki, gözəl bir komanda formalaşdırıb burada və burada o komandanın hesabına gözəl musiqi təhsili verir uşaqlara və düşünürəm ki, gələcəyin təbii ki, musiqiçilərin, biz bəstəkarların burada təbii ki, görəcəyik inşallah. Və mən təbrik edirəm əlbəttə ki, yenə də deyirəm ki, burada böyük bir zəhmət var. Həm müəllimlərin, həm valideynlərin, mən valideynləri də təbrik edirəm. Həm də ki, o körpə balalarımızın hər birinin.
Çünki təhsil çox önəmli. Təhsil bizim hər şey təhsillə bağlıdır da. Və mən düşünürəm ki, bax belə məktəblərin sayı daha çox olmalıdır. Bizim bu gül balalarımız möhtəşəm əllərdədirlər. Belkanto məktəbi və bizim çox peşəkar, pedaqoq, həm muğam sahəsini gözəl bilən, həm mahnı sahəsini, estrada sahəsini çox gözəl bilən Pərvin Lətifov bizim əziz qardaşımız. Bunun rəhbərliyi ilə bu gül balalarımız təhsil alırlar. Mən onu qeyd edim, çox gözəl bir müəllim heyəti var və çox istedadlı tələbələr. Artıq bu rəsmlərdən bilinir ki, bunlar hansı istedada malik həm uşaqlardır, həm onların müəllimləri necə peşəkardırlar və bütün bu musiqi sahələrində istər ifaçılıq, istər instrumental, piano, gitara və digər yəni alətlər çox möhtəşəm şəkildə ifa edirlər bizim gül balalarımız. Mən bu məktəbin bütün uğurlarına sevinən bir insanam. Həyəcanlıyıq və eyni zamanda da çox qürurluyuq. Çünki uşaqlar çox əziyyət çəkirlər və eyni zamanda burada müəllimlərinə də təşəkkürümü bildirmək istəyirəm ki, bu cür yetenəkli uşaqları yetişdirib səhnələrə çıxarırlar. Biz həyəcanlıyıq və avqust ayından etibarən biz konsertimizin birinci hissəsi üçün biz hazırlaşmışıq. Qeyd edim ki, konsertimiz iki hissədən ibarətdir. Konsertimizin adı Amadeus'dur. Qeyd edək ki, Pərvin Lətifovun təsis etdiyi Belsanto məktəbi gənc istedadların üzə çıxarılması istiqamətində fəaliyyət göstərir. Burada vokal, skripka və təsviri incəsənət bölmələri üzrə dərslər keçirilir. Görünən odur ki, sənətçi təkcə səhnədə deyil, pedaqoji fəaliyyəti ilə də uğur qazanmağa davam edir. Məclislərin ulduz tamadası Natiq Dağlaroğlu'nun oğlu üçün çaldırdığı vağzalı necə yadda qaldı? Qızların toyuna bu həyəcanlı olmamışam. Pişiyinə elçi gedən, nəvəsini övladlığa götürən, zavodda fəhlə işləyən hər kəsin tanıdığı məşhur aktrisa kimdir? Tural Ustanın etirafları sizi mat qoyacaq. 1500 manata qədər ziyandayım. Bütün bu sualların cavabı birazdan Magazin Plus'ta. Paytaxtın prestijli məkanlarından sayılan Ağşəhərdə daha bir möhtəşəm açılış baş tutdu. İdə Parfüm evi öz növbəti filialını təntənəli şəkildə istifadəyə verdi. Show biznesin tanınmış simaları, influencerlər və gözəllik dünyasının məşhurları bu özəl gündə bir araya gələrək tədbirə xüsusi rəng qatdı. İdə Parfüm evinin Ağşəhərdə də filialı açıldı. İdə Parfüm evi hər zaman öz müştərilərinə yeniliklərlə, yeni çeşitli ətirlərlə sevindirir. Görək indi Ağşəhər filialında hansı ətirlər var? Ağşəhərdə İdə ətir arzular mümkünü o ağa qaba Ağşəhərdə yeni bir iz qoymağa gəlir İdə bu pərdə küçələr çiçək açır hava dəyişir rəngin tapıldı bu sahilin ruhuna məhrəm fəngin. Bakımızın gözəl bu Ağşəhərdə də İdə Parfüm evi açıldı. Təəssüf ki, iştirak edə bilmədim, amma indi görüntüləri izləyəcəklər.
Bax, burada yeni parfümlərdən hansılar var, çeşidləri haqqında məlumat verərdiniz. Bunu siz məndən daha yaxşı bilirsiniz. Bir də endirimlər haqqında. Çünki İdə hər zaman müştəriləri sevindirir və endirimlər edir və bu endirimlərlə də hər kəs gəlirlər. Çünki İdə bunu edir. Başqa parfüm dükanları bu qədər etmir bunu. Düzdür. Hal-hazırda yeni gələn kod kolleksiyamızdır. 5 ətirdən ibarətdir və yeni gələn Skorpion kolleksiyamız mövcuddur. Yalnız Ağşəhər filialında 50% endirimdədir. Hər bir kolleksiyamız. Digər məhsullarımıza da təbii ki endirimlərimiz var. Xəmsə kolleksiyamıza, Qarabağ kolleksiyasına. Bunlar isə yeni olduğuna görə 50% endirimdədir hal-hazırda. Hal-hazırda mən İDənin həm otaq ətirlərini, maşın ətirlərini, burada spreylər də var. Bunlar yeni kolleksiyadır. Bəli. Otaq üçün VIP seriyamız var, VIP bambolarımız var. 3 çeşiddən ibarətdir və maşın üçün tərəvətləndirici spreylərimiz də mövcuddur. Hətta İDənin deodorantları da var. Bəli, bədən spreyləri də var, antiperspirantlar da var və qeyd edim ki, antiperspirantların tərkibində alüminium yoxdur, özəlliyi də elə ondadır zaten. Biz də təbrik edirik, uğurlar arzulayırıq. İnanırıq ki, Ağşəhər filialı da səs gətirən bir filial olacaq. Ağşəhərdə yaşayan sakinlərə bunu demək istəyirəm ki, artıq İDəni əldə etmək istəyirsinizsə, İdə ətirlərinin çeşidləri çoxdur. Dünya brendlərinin bütün ətirlərini biz İdə mağazalarında əldə edirik. Yəni, Nərmanova, Gəncliyə getməyə ehtiyac yoxdur. Elə Ağşəhərə gəlsinlər, buradan əldə etsinlər. Uğurlar arzu edirəm Ayşəm xanım. Sağ olun, çox sağ olun Nuraq. Beləliklə, İdə Parfüm evinin Ağşəhərdəki yeni filialının açılışı təkcə bir biznes uğuru deyil, həm də paytaxtın parlaq mağazin hadisələrindən biri kimi yaddaşlara həkk olundu. Məclislərin ulduz tamadası Natiq Dağlaroğlu'nun oğlu üçün çaldırdığı vağzalı necə yadda qaldı? Qızların toyuna bu həyəcanlı olmamışam. Pişiyinə elçi gedən, nəvəsini övladlığa götürən, zavodda fəhlə işləyən hər kəsin tanıdığı məşhur aktrisa kimdir? Tural Ustanın etirafları sizi mat qoyacaq. 1500 manata qədər ziyandayım. Bütün bu sualların cavabı birazdan Magazin Plus'ta. Natiq Dağlaroğlu'nun övladının toy məclisi baş tutdu. Məclisdə kimlər iştirak etdi, kimlər gəldi, kimlər isə ətraflı Magazin Plus'ta. Paytaxtın dəbdəbəli məkanlarının birində əsl şou biznes nağılı yaşandı. Toy məclislərinin ən populyar simalarından biri, sözün əsl mənasında məclislərin ulduz tamadası kimi tanınan Natiq Dağlaroğlu bu dəfə özü səhnənin mərkəzində idi. Səbəbi isə olduqca özəl idi. Dağlaroğlunun oğlu Yaqubun möhtəşəm toy mərasimi baş tutdu. Allah sizi var eləsin. Bugün mənim xoş günüm və həyəcanlı günümdür. Heç mən belə qızların toyuna bu həyəcanlı olmamışam. Allah dostlarımı, elmi obamı var etsin. Allah sənət dostlarımı var etsin. Bugün mənim sənət dostlarımdır. Xüsusi oğlumun dostlarıdır. İnşallah bu yaxın günlərdə ailə toyum olacaq. Orada mənim doğmalarım hər biri izləyirlər, hər biri narahatdılar. Onu bilsinlər ki, mənim hər kəs əzizimdir, amma ailəmə, xüsusi ailəmə daxil olan qohumlarım var, dostlarım var, qonşularım var. Onları da dəvət eləyəcəm. Allah sizi var eləsin. Bir daha ARB televiziyasının rəhbərliyinə və sizlərə çox böyük təşəkkür edirəm. Balama da, balalarıma da xoşbəxtlik arzu edirəm. Allah xoşbəxt eləsin. Allah xoşbəxt eləsin, Məhəmmədi təbrik eləyirəm. Natiq qardaşımı, onun ailəsini, qudalarını təbrik eləyirəm. Oğlu qızlı olsun, Allah bütün subaylarımıza qismət eləsin. Hamımızın balalarına, subay balalarına qismət eləsin.
Allah xeyir versin. Toylarda görüşək. Sizə də təşəkkür edirəm, gəlirsiniz, işıqlandırırsınız, Allah qorusun. Evimizə gəlin, gəlin, sınamayıb gəlin, gəlin, sizdən bizə gəlin, gəlin, sınamayıb gəlin, gəlin, görüşünəlim gəlin, görüşünəlim gəlin. Allah xoşbaxt eləsin, bütün balalar xoşbaxt olsun. Bugün Natiqin ailəsində xoş gündür, əziz gündür. O gün olsun ki, inşallah Natiqin nəvələrinin sayı o qədər çox olsun ki, onların sayını itirsin. Hər bir sənət adamının, bu sənətdə olan ümumiyyətlə bizim əzizlərimizin həmişə ailəsində belə xoş günlərə gələk. Allah xalqımıza həmişə belə günləri qismət eləsin. Məhəmməd xoşbəxt olsun, oğlu qızda olsunlar inşallah. Ən azından bizim evdəki ikizlərdən onun oğlunu arzu edirəm. 2 ildən sonra onun da elə ikizləri olsun. Yaşa, yaşa Azərbaycan, yaşa, yaşa, yaşa Azərbaycan. Allah Teala həmişə bizi belə günlərdə, toy günlərində, şad günlərdə görüşdürsün. Bəli, Natiq qardaş bizim hər birimizin dostumuz, ürəyimizdir. Onun bir balası olan Məhəmmədi təbrik edirik. Allah mümbudaq eləsin. Allah mübarək eləsin. Çoxdan arzulanan bir gündür. Ata üçün, ana üçün. Bundan xoş gün düşünmürəm olsun. Evladının gözəl gününü görmək, toyunu görmək. Allah mübarək eləsin, Allah xoşbəxt eləsin. Nə ki, gözəl arzular var, Məhəmməd arzu edirəm. Təbriklərə qoşuluram. Natiq əmmiyə demək istəyirəm ki, gözlərin aydın olsun. Hər zaman ailəndə bax belə sevincli, xoş günlər olsun. Məhəmmədin də günü mübarək olsun. İnşallah gerisi subayların başına. Gələcəkdə gələcək, bu yaşanan günlər üçün. Pişiyinə elçi gedən, nəvəsini övladlığa götürən, zavodda fəhlə işləyən hər kəsin tanıdığı məşhur aktrisa kimdir? Tural ustanın etirafları sizi mat qoyacaq. 1500 manata qədər ziyandayım. Bütün bu sualların cavabı birazdan Magazin Plus'ta. Magazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə reklamlardan sonra davam edəcək. Verilişin sponsoru Tural Avtoservis 023.